Salam, bugünkü izahımız olacaq 9-cu sinif ümumi tarixdən 2-ci paragraf Böyük Britaniya və Fransa mövzusu. İlk öncə danışaq Böyük Britaniya 19-cu əsrin birinci yarısında. Deməli, İngiltərədə maşınlı istehsalın tətbiqinin genişlənməsi artıq sənaye çevrilişini başa çatdırmışdı və iqtisadiyyatda üstünlük kənd təsərrüfatından artıq sənayeye keçmişdi. Və iri müəssisələrin böyüməsi nəticəsində isə istehsalın təmərkəzləşməsi prosesi gedirdi artıq və sənaye istehsalının həcminə görə İngiltərə dünya emalatxanası adını alınmışdı artıq. Və dünya ticarətində və müstəmləkələr uğrunda mübarizədə yenə də İngiltərənin əsas rəqibi Fransa idi. Dünyada ilk dəmir yolu 1825-ci ildə elə İngiltərədə çəkilmişdi. Sonra 1833-cü ildə parlament islahatı olur. Həmin bu parlament islahatı nəticəsində isə deməli iri sənaye mərkəzləri də parlamentə təmsil olunmağa başlayır artıq. Sonra İngiltərə 19-cu əsrin ikinci yarısı 20-ci əsrin əvvəllərindəki tarixindən danışaq. Deməli, xarici ölkələrə qoyulan kapitalın miqdarına görə onun rəqibi yox idi. 1867-ci ildə ikinci parlament islahatı keçirilir. Həmin parlament islahatına görə isə xırda burjuaziya ilə yanaşı fəhlələrin yuxarı təbəqəsi də deməli seçki hüququ qazanırlar. Sonra 19-cu əsrin ortalarında 1849-cu ildə İngiltərə Hindistan işğalına başa çatdırır. Sonra Çin onun yarım müstəmləkəsinə çevrilir və İngiltərənin bu çoxlu müstəmləkəsi olduğu üçün onu üzərində günəş heç vaxt batmayan imperiya adlandırırdılar. 1867-ci ildə Kanadaya Dominion hüququ verir. Dominion nədir? Yəni daxili idarəçilikdə muxtariyyət, özünü idarə etmə. Dominion yəni özünü idarə etmədir. Sonra bir də 20-ci əsrin əvvəllərində artıq London dünyanın maliyyə mərkəzinə çevrilmişdi, amma sənaye istehsalına görə ABŞ və Almaniyadan geri qaldı. İki dənə A yadda saxlayın. ABŞ və Almaniyadan geri qaldı. Nəyə görə? Sənaye istehsalına görə. 1899-1903-cü illərdə İngilis-Bur müharibəsi olur. Bu İngilis-Bur müharibəsi əslində qalsa buralar kimdir ki, elə Avropalılar da onlar bura gəlib məskunlaşıblar. Onların nəsillərindəndir yəni. Və burada da qalib gəlir, Cənubi Afrikanın işğalını baş çatdırır. 1910-cu ildə isə bu torpaqlarda Cənubi Afrika İttifaqı adı altında yəni dominion hüququ verir onlar. Onlar da yəni daxili idarəçilik verir. Sonra 20-ci əsrin əvvəllərində artıq dünyanı bölüşdürmək uğrunda bunlar Almaniya ilə İngiltərə arasında ziddiyyətlər yaranır deyə o Fransa ilə, Rusiya ilə yaxınlaşır və Fransanın Mərakeşdə ağalığını tanıyır İngiltərə. Fransa da İngiltərənin Misirdə ağalığını tanıyır. Yəni bir-birlərinə güzəştlik edirlər və 1907-ci ildə isə Rusiyada saziş bağlayır, sazişə qoşulur və Antanta hərbi siyasi ittifaqını yaratdılar. Saziş deməkdir, hərbi siyasi ittifaqını yaratdılar. Nə zaman? 1907-ci ildə. Artıq dünya müharibəsinə hazırlıq işləri gedir elə bil ki. Sonra Fransadan danışaq. 19-cu əsrin birinci yarısında Fransanın bu hissəsi çox maraqlıdır. Deməli, 1804-cü ildə 1-ci Napolyon imperator oldu. Onun imperator elan edilməsi ilə Fransada 1-ci imperiya yaranır və monarxiya bərpa olunur artıq. Fransanın xarici siyasətinin əsas istiqamətini də işğalçı müharibələr təşkil edir. Ona görə də Avropa dövlətləri Fransaya qarşı koalisiya, yəni ittifaq, birlik təşkil edirlər. 1805-ci ildə Trafalgar döyüşü olur, İngilislərlə olur. Bir də mən dəstəyə baxdım, Trafalgar döyüşünün ayın verməkdir. Trafalgar 1805-ci ilin oktyabrındadır, Austerlitz 1805-ci ilin dekabrındadır. A hərfi birinci olsa da, amma burada baxmayaraq, birinci Trafalgardır, sonra Austerlitzdir. Və Trafalgar İngilislərlə olub, elə dedikmi? Deməli, İngilislərlə olan döyüşlərin əksəriyyətində fransızlar onsuz da məğlub olur. Burada da təbii ki, fransızlar məğlub oldu Trafalgar döyüşündə və İngilis yəni donanması qalib gəlir. Amma 1-ci Napolyon əsas gücünü Avstriyaya yönəldir və Viyananı tutur. Sonra Austerlitz döyüşü burada Rusiya ilə Avstriyanı məğlub edir. 1806-cı ildə Rusiya ordusunu məğlub edib Berlinə daxil olur. Burada da kontinental, yəni qitə blokadası imzalayır. Burada da nə deyilir? Deyilir ki, Fransaya və onunla tabi olan ölkələrə İngiltərə ilə ticarət qadağan edilir.
Sonra 1807-ci ildə də Rusiyanı məğlub edib belə bir müqavilə bağlayır. Rusiyanı da belə bir müqavilə bağlamağa məcbur edir. Amma Rusiya onunla əlaqələrini davam etdirirdi də. Yəni ticarət əlaqələrini davam etdirdiyi üçün Birinci Napolyon 1812-ci ildə deməli hücum edir Rusiyaya. Hətta burada qalib gəlir, Moskvanı tutur. Hətta demiş ki, mən Moskvanı tutsam Rusiyanın ürəyinə vurmuş olacağam. Amma həmişə biz bunu yəni tarix boyu görmüşük. Rusiya nəyin hesabına qalib gəlir, nəyin hesabına müdafiəsini təşkil edə bilir. Burada hansı ki sərt iqlimdir. Onlar bu iqlimə öyrəşiblər. Onlar bu iqlimdə yəni neçə dərəcədə şaxtada yəni mübarizə apara bilirlər. Amma istər Türkiyə olsun, istər Fransız olsun, çətindir bunlar. Ona görə də deməli bu həmin bu Moskva yaxınlığında Moskvanı tutsa da amma orada qala bilmir. Həm də partizan hərəkəti də var idi. Ona görə də Fransız ordusu Rusiyanı tərk etməyə məcbur olur. Və bu hadisə də elə bil ki, 1-ci Napolyonun imperiyasının süqutunun başlanğıcı qoyur. Hansı hadisə? Bu Borodinodan sonra oranı tərk etməsi, 1812-ci il Borodino döyüşündən sonra oranı tərk etməsi. Süqutunun başlanğıcını qoyur elə bil. Sonra 1813-cü ildə Fransız ordusu müttəfiqlərə məğlub olurlar və məğlub olur və 1814-cü ildə isə bunlar yəni Parisə daxil olur. Həmin bu müttəfiqlər Parisə daxil olur, Napolyonu hakimiyyətdən uzaqlaşdırırlar, sürgün edirlər onu. Sonra 1814-15-ci illərdə Viyana konqresi keçirilir. Bu müharibədən sonraki vəziyyəti müəyyən etmək üçün və burada da İngiltərə, Avstriya, Rusiya hər üçü bir sıra ərazilər əldə edirlər. Sonra Alman dövlətlərindən ibarət Alman ittifaqı yaradılır. Bax, Şimali Alman ittifaqı yox, sadəcə Alman ittifaqı yaradılır. Fransa isə təzminat ödəməli idi və əvvəlki sərhədlərinə də qaytarılmalı idi. Sonra Rusiyanın təşəbbüsü ilə, bax diqqətlə fikir veririk. Rusiyanın təşəbbüsü ilə inqilabları yatırmaq üçün bir də Osmanlıya qarşı mübarizə aparmaq üçün yaradılır müqəddəs ittifaq. İndi bir şey deyim, müqəddəs birlik də var. O yaradılıb 1684-də. Amma bu yaradılır Viyana konqresi 1814-15-də. Viyana konqresinin nəticəsində yaranır. Bax, belə ayıraq da, hər ikisi mahiyyətcə eynidir, əslində arasında müqəddəs birlik, müqəddəs ittifaq, yəni eyni şey. Amma əlifbada B hərfi I hərfindən qabaqdır. Birinci birlik yaranır, sonra ittifaq yaranır. Deməli, 1684-də müqəddəs birlik yaranır. 1814-15-ci ildə isə müqəddəs ittifaq yaranır. Sonra 1815-ci ildə Napolyon əsirlikdən qaçır, hakimiyyətini bərpa edir. Buna indi vaxtın dəstəkdə yoxdur, buna Napolyonun 100 günündə deyirlər. Amma Waterloo döyüşündə 1815-ci ildə Waterloo döyüşündə yenə məğlub olur və sürgün edilir. İzahımız bu qədər, sağ olun.